Mən Muradova Sura Bağır qızı 91-ci ildən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində işləyirəm. Bu müddət ərzində heç bir töhmətim, heç bir cəzam olmayıb. Mən avqust ayının 1-nə qədər, 15-nə qədər işdə olmuşam. 15-də otpuskaya getmişəm. Bir ay müddətinə. Otpuskadan qayıdıb 8 gün işlədikdən sonra mən bir gün səhər tezdən gəlib 9-un yarısında ta belə qol çəkmişəm. Saat 10-da məni Hicran xanım çağırıbdı. Hicran Əyyubova, bizim direktor, texnikomun direktoru, kollecin direktoru. Hicran Əyyubova məni çağırıb ki, sən işdən azadsan. Mənim simama heç bir xəbərdarlıq gəlmədən, heç bir mənim özümə xəbərdarlıq etmədən məni saat 10-da öz başına çıxadıb, deyib ki, işdən azadsan. İşdən gəlmişəm. İşdən bir gün gəlmişəm, sabahsı günü mənim bütün axırıncı əmək haqqımı veriblər. Axırıncı əmək haqqım da gəlib kartıma, mənə zəng eləyib, zəng vurub deyiblər ki, gəl təhvil təslim elə. Mən də ondan atqaz eləmişəm. Demişəm ki, mən orada nəyəm ki, gəlim o təhvil təslim eləyim. Mən orada işçi deyiləm axı, məni işdən azad eləyiblər. İndi çox özbaşınalıq yaranıb, çox öz qohum əqrabaların yığırlar başlarına, xəbərsiz, ətərsiz ərizə yazdırıb işdən çıxadırlar. Özü ilə bərabər Gülnar Kərimovanı da gətirib mavin. Öz sözün, özü deyə bilmir, Gülnar Kərimovanın əli ilə bütün işçiləri işdən çıxartdırırlar. Kimi yaltaqlanır, onlar qalır, kimisi düzgün işləyir, nəyə görə yaltaqlanmalıyıq. Ona görə də bizim kimiləri heç bir xəbərsiz, xəbərdarlıqsız işdən azad eləyirlər. Şəxsən məni Gülnar xanım dəfələr ilə acılayıb. Acı sözlərlə, acı cavablar verib. Bir söz soruşuram, acı mənə cavab verib. Öz başınalıq yaradıblar. Ancaq onların qohum əqrabaları işləməlidir, başqa adamlar işləyə bilməz. Mən də sizdən xahiş edirəm, bu aidiyyatı qurumlar bunlara nəzər salsınlar, nəzər yetirsinlər.